Bugünkü mövzumuz Çin. Birinci dirək müharibələr. İlk öncə baxaq, deyirik ki, 19-cu yüzyılın əvvəllərində Çində həm rüşvətxorluq, həm də korrupsiya halları üsyanlara səbəb oldu. Eyni zamanda əhalinin sayı artır və əkinə yaralı torpaqların çatışmazlığı problemi kəskinləşirdi. Deməli, həm rüşvətxorluq, həm də korrupsiyaya qarşı üsyanlar baş verir. Bir tərəfdən də əhalinin sayı artır, əkinə yaralı torpaqların çatışmazlığı problemi artırdı. Hələ 18-ci əsrdən, hələ 18-ci yüzildən etibarən Çin imperatorlarının ölkəni ətraf aləmdən təcrid etmək siyasəti təcavüzkar siyasət yürüdən Avropa ticarət şirkətlərinin planlarına zidd idi. Vəziyyəti dəyişmək haqqında düşünən ingilislər Hind vilayətlərində becərdikləri tiryəkin Çinə axınını artırdılar. Deməli, Hindistanda tiryəki becərirdilər, Çində satırdılar. Onunla da ingilislər Çin bazarında ticarət əlaqələri qurmaq imkanı əldə edilər. Çin bazarında ticarət imkanı qurmaq əldə edilər. Tiryək alveri insanları qan tökmədən öldürmək vasitəsinə çevrilmişdi. Yəni, tiryək alveri ilə insanları qan tökmədən öldürürdülər. İngilislər Çin mallarını gümüş pul ilə alırdılar. Yəni, ingilislər Çin mallarını gümüş pulla alırdılar. Bu isə İngiltərədən böyük miqdarda gümüşün çıxarılmasına səbəb olurdu. Elə ona görə də bunun qarşısını almaq üçün Çinə tiryək satmağa başlayırlar. Tiryək ticarətindən varlanmaq üçün ingilislərlə əlbir olan yerli məmurlardan fərqli olaraq xalqın gələcəyini düşünən mütərəqqi fikirli əyanlar da var idi. Deməli, bəzi bu Mancur Çin sülaləsinin bəzi üzvləri, eyni zamanda bəzi yerli məmurlar razı idilər ingilislərin bu siyasətindən. Lakin onlardan fərqli olaraq bunun qarşısını almaq istəyən bəzi mütərəqqi fikirli əyanlar var idi ki, onların təzyiqi ilə Çin imperatoru 1800-cü ildə, yəni 18-ci ildə ölkədə tiryək ticarətini qadağan edir. 1800-cü ildə Çində ölkədə tiryək ticarətini qadağan edir. Və qadağan olunduqdan sonra Çin imperatorunun və tiryək ticarətini qadağan etməsi eyni zamanda əcnəbi tacirlərdən bu zərərli məhsulun idxalı və ixracı ilə məşğul olmayacaqları barədə iltizam tələb etməsi Cənub əyalətlərinin hakiminin İngilis faktoriyalarında qaçaq mallarını müsadirə etməsi ingilislərlə toqquşmalara gətirib çıxardı. Beləliklə, birinci tiryək müharibəsi baş verdi. Deməli, 1800-cü ildə imperator fərman verir ki, tiryək ticarəti qadağan olunsun. 1800-cü ildə. Bundan sonra Çinə tiryək gətirilməsində qaçaqmalçılıqdan istifadə olunmuşdu. Çin imperatoru da tiryək ticarətinin qadağan etməsi, eyni zamanda əcnəbi tacirlərdən bu zərərli məhsulun idxalı və ixracı ilə bağlı, məşğul olmayacaqları ilə bağlı iltizam tələb etməsi, eyni zamanda Cənub əyalətlərinin hakiminin İngilis faktoriyalarında qaçaq mallarını müsadirə etməsi ingilislərlə Çinlilər arasında birinci tiryək müharibəsinə səbəb oldu. Birinci tiryək müharibəsi baş verdi 1840-1842 Nankin sülh müqaviləsindən başa çatmışdı. Müharibə Çində ingilislərin tiryək alverini genişləndirməsi ilə əsas səbəb. İngilis hərbi eskadrasının Çin sahillərinə yaxınlaşması ilə müharibə başladı. Deməli, ingilislərin hərbi eskadrasının Çin sahillərinə yaxınlaşması ilə müharibə başladı. Bu müharibədə Çin məğlub oldu. Nankin sülh müqaviləsini imzaladı. Bu müqaviləyə əsasən Çin İngiltərəyə böyük məbləğdə təzminat ödəməli idi. Deməli, İngiltərə Çinə, daha doğrusu Çin İngiltərəyə böyük məbləğdə təzminat ödəməli idi. Çin 5 limanını ticarət üçün açmağa məcbur oldu. Yəni, bugünə qədər qadağan idi, artıq 5 limanını ticarət üçün açmağa məcbur oldu. Çin ingilislərə ticari güzəştlər, faktoriyalarda xarici missiya üçün ekstraterritoriallıq hüququ verdi. Xarici dövlətlərin tacirləri Çində məskən salmaq hüququ aldı. Hong Kong şəhəri İngiltərənin mülkiyyətinə keçdi. Siyanqan, yəni Hong Kong şəhəri İngiltərənin mülkiyyətinə keçdi. Deməli, birinci tiryək müharibəsi 1840-42 başa çatdı Nankin müqaviləsi, İngilis hərbi eskadrasının Çin sahillərinə yaxınlaşması ilə başlamışdı.
Müharibənin səbəbi ingilislərin tiryək əlvini genişləndirməsi idi. Müharibədə Çin məğlub oldu, Nankin sülh müqaviləsi imzaladı. Bu müqaviləyə görə Çin böyük məbləğdə təzminat ödəməli idi. Çin 5 limanını ticarət üçün açmağa məcbur olmuşdu. Çin İngiltərəyə ekstratorialıq hüquq verdi. Xarici dövlətlərin tacirləri Çində məskən salmaq hüququ aldı. Eyni zamanda Hong Kong İngiltərənin mülkiyyətinə keçdi. Daha sonra belə bir müqaviləni 1844-cü ildə Çin, ABŞ və Fransa ilə bağladı. Deməli, Nankin müqaviləsi imzalanır 1842-ci ildə. Bu müqavilə ilə Çin İngiltərənin yarım müstəmləkəsinə çevrilir. Baxın, tam müstəmləkə yox, yarım müstəmləkəsinə. Çin İngiltərənin yarım müstəmləkəsinə çevrilməsinin əsası qoyulur və bu Çin tarixində qeyri-bərabər bir müqavilə idi. 44-cü ildə belə bir müqaviləni Mancur hökuməti bir ABŞ, bir də Fransa ilə bağlamağa məcbur olur. Deməli, 42-ci ildə İngiltərədən imzalayır, 44-cü ildə bir ABŞ, bir də Fransa ilə belə qeyri-bərabər hüquqlu müqavilə imzalayır. Daha sonra baxaq Taipinlər hərəkatına. 1850, 1864-cü ildə, yəni 1-ci tiryək müharibəsi ilə 2-ci tiryəkin arasında Çinin cənub-şərq əyalətlərində Taipinlər hərəkatı baş verdi. Çinin cənub-şərq əyalətlərində Taipinlər hərəkatı baş verdi. Taipinlər hərəkatının səbəbi Mancur Tsin sülaləsinin ağır vergi siyasəti və xarici təcavüz idi. Taipinlərin əsas məsələsi, əsas ideyası ümumi bərabərlik əsasında dövlət yaratmaq idi. Yəni, ümumi bərabərlik fikri ilə onlar dövlət yaratmaq istəyirdilər. Və onlar Çinin cənub paytaxtı, yəni Nankin şəhərini tutur, Nankini tutur, yəni cənub paytaxtı. Öz dövlətlərini, kəndilərin imperiyasını yaradırlar. Kəndilərin imperiyasını yaradırlar. 11-ci sinifə qayıdaq. Deməli, Taipinlər hərəkatı 1850-1865, 64 daha doğrusu. Hərəkatın səbəbi Mancur Tsin sülaləsinin ağır vergi siyasəti və xarici təcavüzlər idi. Taipinlər üsyanının əsas ideyası ümumi bərabərlik əsasında dövlət yaratmaq idi. Üsyan zamanı üsyançılar Nankin, yəni cənub paytaxtı tutur, öz dövlətlərini yaratmışdılar. Öz dövlətlərini kəndilərin imperiyası adlandırırdılar. Taipinlərin həyata keçirdiyi siyasət nəticəsində vergiləri azaltdılar, qadınlarla kişilərə bərabər hüquq verdilər. Deməli, Taipinlər islahatlar keçirdilər, vergiləri azaltdılar, qadınlarla kişilərə bərabər hüquq verdilər. Lakin monarxiyanı ləğv edə bilmədilər. Mancur Tsin sülaləsinin hakimiyyətinə son qoya bilmədilər. Daha sonra 1864-cü ildə İngiltərə, Fransa və ABŞ yeni iqtisadi güzəştlər əldə etmək üçün Çinin Mancur Tsin imperatoruna kömək edirlər və 64-cü ildə Taipinlər hərəkatını yatırırlar. Deməli, Taipin hərəkatı oldu 1850-64. Nankin, yəni cənub paytaxtı tutdular, kəndilərin imperiyasını yaratdılar, iki islahat vergiləri azaltdılar, qadınlarla kişilərə bərabər hüquq verdilər. Lakin monarxiyanı ləğv edə bilmədilər. Daha sonra İngiltərə, Fransa, ABŞ birləşdi, Mancur Tsinə kömək elədi, 64-cü ildə Taipinlər hərəkatını yatırdılar. İndi baxaq, 2-ci tiryək müharibəsinə. Krım müharibəsindən sonra həm ingilislər, həm də fransızlar Mancur Tsin hökumətinə tələblər irəli sürdülər ki, bizə yeni hüquqlar, yeni güzəştlər ver. Və tələb edirdilər ki, əvvəlki müqavilələrə yenidən bax. Əvvəlki müqavilələrə yenidən baxılsın, bir də yeni güzəşt və hüquqlar əldə edilsin. Eyni zamanda Çin çaylarında İngilis gəmilərinin üzməsinə icazə verilsin. Lakin bu tələbi Çin rədd elədi. Elə ona görə də 1856-60-cı ildə 2-ci tiryək müharibəsi baş verdi. 1860-cı ildə İngilis, Fransız qoşunları ciddi müqavimətə rast gəlmədən Pekini ələ keçirdilər. 1860 elə də ciddi müqavimətə rast gəlmədən Pekini ələ keçirdilər. Bundan sonra Çin hökuməti İngiltərə və Fransa ilə qeyri-bərabər hüquqlu müqavilə imzalamağa məcbur oldu. Və 1860-cı ildə imzalandı Pekin müqaviləsi. Artıq tiryəkin açıq satışına rəsmi icazə verildi. Çin İngiltərə və Fransaya təzminat ödədi. İngilis və fransız təbələri
Çin ərazisində sərbəst hərəkət etmək və Yansızı çayı vasitəsilə ticarət etmək hüququ qazandılar. İndi isə baxaq. Dedi ki, Qırım müharibəsindən sonra İngilislər və fransızlar Çinlilərdən tələb edirdilər ki, yeni güzəştlər, hüquqlar əldə olunsun, əvvəlki müqavilələrə yenidən baxılsın, bir də Çin çaylarında İngilis gəmiləri sərbəst üzsün. Lakin bu tələbləri Çin rədd eləyirdi. 1856-60-cı ildə 2-ci Tirek müharibəsi baş verir. Müharibədə İngiltərə-Fransa qoşunları elə də ciddi müqavimətə rast gəlmədən Pekini tutur. 60-cı ildə Çin məğlub olur və Pekin müqaviləsini imzalayır. Müqavilənin şərtinə əsasən tiryəkin açıq satışına icazə verildi. Tiryəkin açıq satışına icazə verildi. Çin, Fransa və İngiltərəyə təzminat ödədi. Eyni zamanda həm İngilis, həm də fransız təbələri Çin ərazisində sərbəst hərəkət etmək, eyni zamanda Yansızı çayı vasitəsilə ticarət etmək hüququnu qazandılar. Yansızının bir hissəsi Taypinlərin hakimiyyəti altında olduğu üçün Pekin müqaviləsində nəzərdə tutulanları reallaşdırmaq çətinləşdi. Yəni bilirik ki, 50-64-cü ildə Taypin hərəkatı baş vermişdi və qalib gəlib kəndlilərin imperiyasını yaratmışdılar. Narklərə keçirmişdilər. Ona görə də Yansızının bir hissəsi Taypinlərin əlində idi deyə İngiltərə, Fransa Pekin müqaviləsinin imtiyazdan istifadə edə bilmirdilər. Elə ona görə İngiltərə, Fransa, ABŞ birləşdi, Mançur-Çin sülaləsinə kömək edib Taypinlər hərəkatını yatırdılar 1864-cü ildə. Deməli, 1-ci Tirək 1840-42 başa çatdı Nankin sülhü ilə, 2-ci Tirək 1856-60 başa çatdı Pekin müqaviləsi ilə. 1-ci müqaviləni imzalamışdı İngiltərə ilə, daha sonra 44-cü ildə Fransa ABŞ-dan imzalayıb belə bir müqaviləni. Pekin müqaviləsində imzalamışdı İngiltərə və Fransa ilə 1860-cı ildə. Pekin müqaviləsinə görə tiryəkin açıq satışına icazə verildi. Deməli, tiryək qadağan oldu 1800, açıq satışına icazə 1860. Çin həm İngiltərəyə, həm Fransaya təzminat ödədi. Eyni zamanda İngiltərə Çin Yansızı çayından keçə bilərdi. Amma Yansızının bir hissəsi Taypinlərin əlində idi deyə keçə bilmirdilər. Ona görə İngiltərə, Fransa, ABŞ birləşdi. 1864-cü ildə Taypinlər hərəkatını yatırdı. Daha sonra Çin 1858-ci ildə Rusiya ilə Ayğun müqaviləsi imzalayır. Daha sonra Çin 1858-ci ildə Rusiya ilə Ayğun müqaviləsi imzalayır. Bu müqaviləyə əsasən Amurun sol sahili keçir Rusiyanın əlinə. 19-cu əsrin ikinci yarısında Çin həm Fransa, yəni 1884-85, daha sonra Yaponiya 1894-95-ci ildə müharibə aparır. Bu müharibədə Çin məğlub olur və beynəlxalq mövqeyini bir qədər də zəiflədir. Məğlubiyyət nəticəsində imperiya Vyetnam, Koreya və Tayvan üzərində nəzarətini itirmişdi. Deməli, Çin məğlub olur, həm Vyetnam, həm Koreya, həm də Tayvan üzərində nəzarətini itirmişdi. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Çin yarım müstəmləkə dövləti idi. Yəni bildik ki, Hindistan İngiltərənin tam müstəmləkəsi idi. Çin yarım müstəmləkə idi. Bu dövrdə Çində hərbi məğlubiyyətlər və imperiyanın zəifləməsindən narahat olan hakim dairələr 1. Ordunu və donanmanın yenidən silahlanmasına çalışdılar. Ordu və donanmanı yenidən silahlamağa. Bir də dövlət sənayesinin inkişaf etdirilməsini vacib hesab edirdilər ki, yəni bir ordu və donanma yenidən silahlanmalıdır. Bir də dövlət sənayesi inkişaf elətdirilməlidir. Tezliklə ölkədə həm yerli, həm də xaricilərə məxsus şəxsi müəssisələr yaradıldı. Həm yerlilərə, həm də xaricilərə məxsus şəxsi müəssisələr yaradıldı. Gənclər üçün ənənəvi təhsillə yanaşı, həm də Avropa proqramlı məktəblər açıldı. Deməli, həm ənənəvi təhsil, həm də Avropa proqramlı məktəb açıldı. Bu dövrdə demokratik ziyalılar ölkənin daxili vəziyyətinin, böhranlı həddə çatmasının və müharibələrdə məğlubiyyətin əsas günahını Mançur-Çin sülaləsində görürdülər. Elə ona görə də Mançur-Çin sülaləsində mübarizə aparmaq üçün 1905-ci ildə Sun Yat-senin rəhbərliyi ilə Birləşmiş İttifaq yaradıldı. Bu Birləşmiş İttifaq bir neçə inqilabçı qrupun birləşməsi nəticəsində yaranmışdı. Dediyimiz kimi rəhbəri Sun Yat-sen idi. Sun Yat-sen
məqsədlərinə çatmaq üçün Mancur sülaləsini bu yolda əsas maneə hesab edirdi. Yəni deyirdi ki, Çinin geri qalmasının əsas səbəbi Mancur Çin sülaləsidir. Millətçiliyin, demokratizmin və xalq rifahının əsas məqsəd olduğunu bəyan edən Sun Yat-sen Mancur Çinə qarşı mübarizəyə başladı və 1911-13-cü illər inqilab nəticəsində Çində axır ki Mancur Çin sülaləsi devrildi, müvəqqəti konstitusiya qəbul olundu, ölkə respublika elan olundu. Prezident idarə üsulu yaradıldı və Sun Yat-sen Çin Respublikasının ilk prezidenti seçildi. Deməli, Çində 1800-cü ildə tiryək satışını qadağan edildilər. Ona görə Çinlə İngiltərə arasında 1-ci tiryək müharibəsi 1840-42 Nankin müqaviləsindən başa çatdı, İngiltərə qalib gəldi. Belə bir müqaviləni Çin imzalamışdı Fransa və ABŞ-la 44-cü ildə. Daha sonra Taypinlər hərəkatı 1850-64-cü ildə olmuşdu. Onlar öz dövlətlərini kəndlilərin imperiyasını yaratmışdılar və Nankin şəhərinə keçirmişdilər. İkinci tiryək 1856-60 Pekin müqaviləsindən başa çatdı. Bu müqavilədə Çin həm İngiltərəyə, həm Fransaya təzminat ödəməli idi. Lakin Yansızı çayının bir hissəsi Taypinlərdə idi deyə İngiltərə, Fransa çaydan istifadə edə bilmirdilər. Ona görə İngiltərə, Fransa, ABŞ birləşdi, Taypinlər hərəkatını 1864-cü ildə yatırdılar. Çin Rusiya ilə Ayqun müqaviləsini imzaladı 1858-ci ildə. Fransa ilə 1884-85-ci ildə müharibə apardı. Yaponiya ilə 1894-95-ci ildə müharibə apardı. Daha sonra Vyetnam, Koreya və Tayvan üzərində nəzarət itirdi. Mancur Çin sülaləsinə qarşı mübarizə aparmaq üçün Sun Yat-senin rəhbərliyi altında bir neçə inqilabçı qrup birləşmiş ittifaq yaratdı. Çində baş verən inqilab nəticəsində 1911-13 Mancur Çin devrildi, müvəqqəti konstitusiya qəbul olundu və ölkə respublika elan olundu.